Herkesi yeni vlogumdan salamlayıram. Yeni vloguma və kanalıma xoş gəlmisiniz. Sizi bu dəfə parkdan salamladım. Çünki biz Alinanı da götürüb çıxmışdıq biraz hava almağa və parkda da Novruz aksesuarları quraşdırılırdı. İstədim sizin üçün də bunları çəkim. Bundan sonra evə qayıdırıq və Alinanı qoyub yoldaşımla birlikdə və çıxırıq alış-veriş etməyə. Yoldaşım üçün ayaqqabı alırıq və Ləziz çərəzə gedirik. Nərimanovda yerləşən, oradan da çərəzlərimizi alıb qayıdırıq evə. Bir neçə şey də almışdım. İndi hamısını sizə göstərəcəm. Belə çərəzlər aldıq Novruz xoncası üçün. Gerkules aldım Alina üçün. Bu əslində tez bişəndi, amma bir dəfə bişirdim sonradan. Gördüm ki, dadı da yaxşıdır. Belə bir xonca aldıq. Neçə vaxtdır ki, istəyirdim almaq. Elə fürsət düşdü, həm də qiyməti də çox ucuz idi. 5 manata aldıq. Belə bir güzgü aldıq, amma güzgü heç gözlədiyim kimi çıxmadı. Vlogun sonunda nə demək istədiyimi başa düşəcəksiniz. Bundan sonra isə göyərti almışdıq və onları yuduqdan sonra başlayıram doğramağa və qutab hazırlayacağam, amma fərqli formada. İndi görəcəksiniz ki, necə hazırlayıram. Bu vlogu tez bir zamanda montaj edib paylaşmaq istəyirəm, çünki bir gün sonra rayona gedirik və mən orada da sizin üçün vlog çəkmək istəyirəm. Məncə sizin üçün çox maraqlı olacaq. Çünki orada təmizlik işi filan da görmək istəyirik. İstər-istəməz bir neçə müddətdən sonra gedirik. Anamgillə bərabər gedəcəyik və bərabər getdiyimiz üçün də bütün prosesi sizin üçün çəkə biləcəm. Maraqlı ideyalar var ağlımda. İnşallah ki, hər şey ürəyimizcə olar. Və o vaxta kimi bu vlogu istəyirəm səsləndirim. Çünki rayonda vaxtım olmayacaq səsləndirməyə. Rayonda olduğumuz vaxt bu vlog çıxacaq. Yəqin ki, siz izləyəcəksiniz və mən də sizin üçün yeni bir vlog hazırlığına keçəcəm. Burada elə danışa-danışa göyərtiləri bitirdim və belə hazır lavaşlar almışdıq. İndi siz tərəddüd edə bilərsiniz ki, bu lavaşdan, hazır lavaşdan qutab necə alınır, amma çox-çox dadlı alınır. Mən əvvəllər bunu balaca lavaşlarla, o yumru lavaşlarla etmişdim. Çox dadlı alınmışdı. Bu dəfə fikirləşdim ki, iri lavaşlarla edək. Biz evdə 4 nəfər olduğumuza görə mən fikirləşdim ki, hər kəs normal qaydada yeyə bilsin. Buna görə də göyərtini çalışdım ki, biraz az-az qoyum, hər kəsə çatsın. Amma siz insan sayını nəzərə alaraq göyərtinizi əvvəlcədən hazırlayın və içinə xırda-xırda soğan da doğrayıb qata bilərsiniz. Çox-çox dadlı alınır. İndidən sizə məsləhət görürəm. Kənarlarını isə adi qaydada su ilə yapışdırdım və bu formada bişirirəm. Yəni yaxşı olar ki, sacın üstündə əgər varsa bişirəsiz ya da lap geniş tavanız varsa bişirəsiz. Qazı da normal yandırdım. Bu formada bişdi. Onsuz da içindəki göyərti də tez bir zamanda bişir. Lavaş da onsuz da bişmiş olduğuna görə heç bir problem olmur. Bundan başqa da mən yağlayarkən üzərini yağı əridərək istifadə etdim. Bu formada daha tez yağlamaq mümkün oldu və dadı super alındı. Qutabı hər zaman bişirmək olmur. Yəni həm insan çox yorulur, həm də biraz əziyyəti çoxdur. Buna görə də bundan mütləq uşaqlarınız üçün, özünüz üçün hazırlaya bilərsiniz. Yeməyimizi də yedik və bundan sonra isə keçirəm mən Hoqqadan aldıqlarımızı sizə göstərməyə. Bunları istəyərdim ki, paketin içindən açaraq sizə göstərim, amma Alina hamısını dağıtmışdı. Birinci gördüyünüz stəkanı Alina üçün oynamağa almışdıq. Sonra qaynanam üçün güllərin dibini düzəltmək üçün bir alət aldıq və hamam yumaq üçün şotka, yeri təmizləmək üçün şotka və yenə də bir fincan almışdıq Alina üçün. Bir neçə, hətta 2 dənə fincan almışdıq birinci göstərdiyimdən. Bunları da sizə göstərirəm ki, bunları da almışdıq. Elə bilərsiniz fərqli gündə filan çəkdirib, amma yeməyimizi yedikdən sonra elə gəldim ki, onları sizə göstərim. Çünki Alina heç cürə mənə imkan vermir. Evə gələn kimi paketlərin hamısını açır. Burada da başlayıram artıq Novruz xoncamızı düzəltməyə. Bu formada çərəzləri xoncanın içinə yığıram. Burada da görürsünüz ki, bunun üzərindəki tülü heç xoşlamadım. Buna görə də onu kəsirəm. Məncə bu formada daha yaxşı oldu.
Qızlar, bu formada yerləşdirdim, amma nəsə mənə elə bil ki, nəsə çatmır. Bilmirəm, nəyi necə qoysam sizcə daha yaxşı görünər. Bir neçə variantı yoxlayacağam telefonu söndürdükdən sonra. Baxacağam görək necə daha yaxşı görünür. Əslində belə də pis deyil, sadəcə nəsə fikirləşdiyim kimi olmadı. Qızlar, mən stolun üstünü sonradan düzəltdim. Ən yaxşı formada, sadəcə onu çəkməmişəm. Bundan sonra isə sizə növbəti gündə belə bir reseptə gəldim. İlk dəfədir ki, yayla şorbası hazırladım və çox dadlı alındı. Bu şorbanın reseptini mən öz yemək kanalımda bölüşəcəm. Kimə maraqlı olsa oradan keçid edib izləyə bilər. Hal-hazırda danışıram. Danışdıqca səsim özümə çox pis gəlir. Çünki hal-hazırda saat 1-dir. Mən də bugün çox yorulmuşam. Sadəcə bilirəm ki, bugün səsləndirməni etməsəm, başqa vaxtım olmayacaq və vloqlarım çox gecikəcək. Buna görə səsimə görə də üzrlü sayın. Çalışdığım qədər yaxşı formada danışmağa çalışıram, amma istər-istəməz o yorğunluq filan hiss olunur. Buna görə yenə də deyirəm, üzrlü sayın. Yeməyim də bu formada oldu. Ən sonda isə yeməyin üzərinə bu nanə yağı da əlavə edirəm və çox gözəl bir dad verir. Sosi bir dad verir və həm yeməyi özüm bəyəndim, həm Alina da bəyəndi. Alinanın bəyənməyini düzünü desəm heç gözləmirdim, amma çox sevdi və iştahladı yedi. Sizə də fikir olsun, uşaqlar üçün hazırlayın. Qızlar, sizə bir bu vəziyyəti göstərmək istəyirəm. Nə gündədir. İndi pastelləri dəyişəcəm. Alina da buradadır. Pastelləri dəyişəcəm. Ona görə belə hər şeyi atdım. Alinanın hamısı batırıb paltarlarıdır. Onları atacağım yuyulmağa. Bunların üstünü siləcəm. Kurtkasının üstünü siləcəm. Çünki aşağıdan gəldi. Yəni belə bu hissəni də yığışdıracağım. Orada paltarlar yuyulan paltarlardır. Hamısı qarışıb ailəm bir-birinə. Bunları yığışdırdıqdan sonra da yemək bişirmək lazımdır. Yemək üçün də balıq almışıq, birlikdə bişirərik. Amma böyük balıq deyil, kiçik balıqlardan aldıq xırda. İndi sizə göstərəcəm. Qızlar, yatağın üstünü belə elədim. İndi ən sonda istəyirəm ki, hissə etməkdənsə toz soranı bir dəfəlik qoşduğum zaman elə bir dəfəlik buranı da toz soranlayıram. O vaxta kimi bura belə qalsın, biraz havalansın. Axşam keçirəcəm pastelləri, çünki indi heç vaxtım yoxdur demək olar. Baxaq bu hissədə niyə isə burada yığışdırılmalı bir şey yoxdur. Özüm də çox təəccübləndim hal-hazırda ki, niyə burada yığışdırılmalı heç nə yoxdur. Bu hissələri dünən silmişəm. Ona görə sadəcə üstündən keçəcəm. Alina da belə salfetkanı götürüb gəzdirir. Fürsət axtarır ki, onları cırsın, bir-bir töksün yerə. Amma hələ ki mənim qorxumdan eləyə bilmir. Baxım nə vaxta kimi davam edəcək. İndi isə keçirik bu hissəyə. Bu paltarları yerləşdirək. Çöldən gəlmişdi elə. Necə gəldi? Hər şeyi atmışıq.
Bunlar hamısı ütlənəcək. Ona görə necə gələndə keçirirəm ki, bunlar onsuz ütlənməlidir. Ondan sonra səliqəli bir formada qoyacağam. Gələn vloqlarda orada gördüyünüz pərdələri, hətta bu oyuncaqları yenə də yerdə görə bilərsiniz. Heç təəccüblənməyin, çünki hələ də yerlərini yerləşdirməmişik. Qızlar, bunları da keçən dəfə Oliviyaya getdiyimiz zaman almışdı. Buna anam Faberlikdən sifariş vermişdi. Faberlikdən tuşdu. Hal-hazırda Alina qucamda olduğuna görə aça bilmirəm. Bunları da bacılarımla getdiyim zaman 8 Mart hədiyəsi olaraq aldılar. Divajın belə bir 04 nömrə belə dodaq pomadasıdır. Açıb sizə göstərəcəm. Belə bir aloe vera maskası var. Üz maskasıdır yəqin ki. Yəni üz maskası yazılmışdı. Hə, üz maskasıdır. Keçən dəfə aldıqlarımızı sizə göstərə bilməmişdik. Buyur. İndi isə bunlarla Alina oynayacaq. Bu papaqları da Marinadan almışdım. Keçən dəfə sizə göstərə bilmədim. Hər biri 1 manat 50 qəpiyyədir. Aninanın digər papaqları artıq başına olmurdu. 2 dənə də belə bir papaq almışdım. Artıq istifadə etmişik demək olar. Qızlar, bayaqki görüntüdən əsər əlamət demək olar ki, qalmadı. Bu kravat getdikdən sonra yer ümumiyyətlə genişlənəcək üçün hələ ki biz saxlama olaraq istifadə edirik. Əslində çox bir şey yoxdur. Bu kravatın elə aksesuarlarıdır. Bunun içində saxlamışam. Yastıqlardır 3 dənə. Bu çantamdır. Alina yerdə sürüyor deyə bunları bura qoyuruq. Oyuncaqlardır. Bir hissəsi buradadır. Bu kompüter var içində. Alina üstünə çıxar filan. Ona görə ora qoymuşuq. Burada da oyuncaqlardır. Bunlar hamısı kravatın altına girməlidir. Hələ ki qismət olmayıb bunları qoymaq. Başqa bunun içini mən sizə göstərəcəm bir gün. Bunun içində çox şey yığılıb. Bunun içində mənim rəsmə aid olan ləvazimatlarım var. Çıxarmışam ki, mənim bir rəsm kanalım var idi. Onun üçün videolar çəkəcəkdim. Sadəcə hələ də vaxt eləyə bilməmişəm. Bir gün kimə maraqlı olsa onları da göstərərəm. Belə ümumi olaraq hələ ki təmizdir, yaxşıdır. Bu pərdələri bir paketə qoyacağam. İndi iri paketə bunun altına girəcək. Yuyulub hamısı tərtəmizdir. Belə balıqlar almışdıq Rahat Marketdən. Hərəsi 3 manatdır. Xırda balıqlardır. Bunların təmizlənmişi satılırdı həmişə, amma bu dəfə yox idi. Ona görə də təmizlənməmiş aldıq və indi yoldaşımla gələcək. Birlikdə bunları təmizləyəcəyik və tavada qızardacaq. Elə yoldaşımın gəlməyindən danışırdım və yoldaşım da gəldi. Başladı o balıqları bu formada təmizləməyə. Əslində mən bu balıqları biz belə təmizlədik, bişirdik fidan. Ondan sonra bunun rahat üsulunu öyrəndim. Amma eybi yox, gələn dəfə təmizlənmişi tapa bilməsək, öyrəndiyim formada eləyərik. Bundan sonra isə bir metod görmüşdüm. Balıqları unlamaq üçün onu bir paketə əlavə etdim. Tavamı da hazır formada yağını əlavə edərək saxladım. Başladım balıqları yumağa. Hər birinin içini tək-tək yudum ki, tərtəmiz olsun. Bundan sonra da burada yadımdan çıxmışdı duzlamaq. Sonradan yaxşı ki, yadıma düşür. Bu formada unlayıram. Çox yaxşı metoddur. Siz də sınayın. Yəni unla un bərabər dərəcədə balıqların üzərinə keçir. Yəni artıq un da qalır elə paketin içində. Burada da gördüyünüz kimi duzu da belə əlavə etdim və bu formada 4 tava olur təxmini. Balıqları duzladım üstündən belə bu formada. Bundan sonra isə yenidən düzürəm və bir tavam hazır olduqdan sonra qoyuram bişməyə. Vamxodda qoyuram əvvəlcə, qapağını da örtürəm. Digər üzünü isə qapağı açıq formada bişirirəm. Burada da belə bir kiçik bir qəza yaşandı. Yadımdan çıxıb qaşıqla tutmuşdum. Bunu boşqab vasitəsilə tutub yağını süzmək lazım idi. Orası yadımdan çıxdı ki, boşqabı götürmək lazımdır. Nəysə bu formada axır balıqlarımız bişdi. Ən son görüntü də bu formada oldu. Çox dadlı alınmışdı. Yanında da sadə bir mənim ən sevdiyim salatı elədik. Və son görüntü belə. Ən sona isə mənim üçün belə yığışdırılmalı bir mətbəx qaldı. İndi isə birlikdə mətbəxi yığışdıraq.
Burada isə qızlar yaxınlıqda bir marketə getmişdik. Burada bəzi şeylərə baxdıq və buradan ev üçün lazımlı bir neçə əşyalar aldım. Onları da evə getdikdən sonra sizinlə bölüşəcəm. Deməli, çəngəl filan aldım. Çox maraqlı əşyalardır. Qızlar marketdən çıxdıq. İndi gedirik evə. Belə bir kiçik alış-veriş elədik. Çox maraqlı məhsullar var. Onları da evdə sizə göstərəcəm. Belə bir önlük dəstə aldım. Alina imkan vermir ki, burada rahat formada açım sizə göstərim. 4 manata Alina üçün belə bir çanta, bəzi abur-cuburlar filan, kofe aldıq və çəngəlləri isə belədir. Birazdan bunları yuyaraq artıq istifadə üçün qoyacağam. Belə bir tualet üçün ətir aldıq və digər abur-cuburlar. Önlüyü isə sizin üçün açaraq göstərirəm. Çox gözəldir. Keyfiyyəti bilmirəm necədir, amma normal bir şeyə oxşuyur hələ ki. Aldıqlarımız isə bu formada idi. Bu marketi soruşsaz, adı Foradır. Deyəsən təzə açılıb, dəqiq bilmirəm ya da mən təzə kəşf etmişəm. Və çəngəllərimi də bu formada yuyuram və qoyuram artıq istifadə üçün. Aldığımız güzgünü isə bu formada açıram və istifadə edirik. 1 manat 30 qəpiyə almışdıq təxmini. Ölçüsü biraz böyük gəldiyinə görə kənarlarından kəsdik ki, rahat formada yerləşdirə bilək. Alina da burada bizə köməklik eləyir. Bu formada yerləşdirdik, amma güzgünün keyfiyyəti təbii ki, heç yoxdur. İnsanı çox-çox qəribə göstərir. Mən sizin üçün ayrıntılı formada növbəti vloqlarda çəkərəm. Hələ ki, bu formada yapışdırdıq və saxladıq, güzgünü çıxarmadıq. Yaxından baxıldığı zaman normal göstərir, amma uzaqdan insanı tamam başqa bir şeyə oxşadır. Alinanı götürdüm, gəldim ki, yataq, amma buranın yadımdan çıxmışdı ki, pasteli axşam dəyişməliyəm. Yəni dəyişməliyəm dediyim yenilərini keçirməliyəm. Pastelləri çıxardım. İndi isə belə edəcəm və pastellər öz-özünə hazır olacaq. Baxın. Bu qədər. Üstünü ütüləmədim, çünki vaxt yoxdur. Onsuz da normalda da ütüləmirdim, amma bu biraz çox qırışdı bu hissəsi. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vloqlarda görüşmək ümidi ilə. Hələlik özünüzə çox-çox yaxşı baxın.